Herkese salam dostlar. Bu günləri mən sizə OTK-nın 15 mart 8-ci siniflər üçün keçirilmiş olduğu sınağın izahını verəcəm. İlk sualdan başlayaq. Kvadrat kökə aid bir sualdır. Kökdə 32, üstə kökdə 50 çıx, 2 kökdə 18-i istəyir bizdən. Mütləq bunları parçalayıb kökdən çıxartmalıyıq. 32-ni mən yazıram 16 vur 2 kimi. 50-ni yazıram 25 vur 2 kimi. Elə yazıram ki, birindən kök çıxsın. 2-yə dəymirəm. 18-i yazıram 9 vur 2 kimi. Burada ipucu 2'lərdə də kökdən çıxmayan eyni ədəd olmalıdır. 16-dan 4 çıxır, 2 qalır kökün altında. 25-dən 5 çıxır, 2 qalır kökün altında. Çıx, 2 vur, 9-dan 3 çıxır, 2 qalır kökün altında. Bu 4 dənə kök 2, bu 5 dənə kök 2. Bu da 2 vur 3, 6 dənə kök 2. 9 dənə kök 2, çıx 6 dənə kök 2. O da eləyir 3 dənə kök 2. Cavab C variantı. 32. Hündürlüyü 12 olan bərabər tərəfli üçbucağın bütün medianlarının uzunluqları cəmini tapın. Biz bilməliyik ki, bərabər tərəfli, yəni düzgün üçbucağın medianı, tənbələni, hündürlüyü. Bunlar üçü də bir-birinə bərabərdir, yəni eyni anlayışdır. Onda elə bərabər tərəfli üçbucağın hündürlüyü 12 idisə, medianı da 12 olacaq. Və üçbucağın da 3 dənə medianı olduğuna görə 3'ü vuracam 12'yə, cavab 36 C variantı. 33 çevrəyə aid bir sualdır. Biz AO'nun, BO'nun, OS'nin radiusu olduğunu bilirik. Bizə deyir ki, BO, AO, SO'nun cəmi 24'dür. Onda 24'ü 3'ə bölürük ki, radiusun uzunluğunu tapaq. Radius olur 8. 8, 8, 8. Bizdən çevrənin uzunluğu istəyir. Çevrənin uzunluğu düsturda 2 pi yer olduğuna görə 2'ni vururam pi'yə, vururam radiusa, yəni 8'ə. Cavab 16 pi. Cavab A variantı. 34-cü suala baxırıq uşaqlar. 34'də belə bir ədəd verilib, deyir, tərtibini tapın. Biz bunu standart şəkildə gətirməliyik və standart şəkildə qiymətli hissə 1 və 10 aralığına düşməlidir. 1, 2, 3, 4, 5, 6 dənə 0. 1, 2, 3, 4, 5. Bir də 25 yazdım. Burada biz 1 ilə 10 arasına salmaq üçün vergülü 2'nin yanına qoymalıyıq ki, 2,5 1 ilə 10 arasına düşür də. Baxın, vergül uşaqlar. Buradan 1, 2, 3, 4. Deməli, 1, 2, 3, 4, 5, 6 vahid sağa gəldi. Görürsünüzmü? 1, 2, 3, 4, 5, 6 vahid sağa. Yəni 10 üstə 6 olmalıdır. 6 vahid biz bunu böyütdük. Daha doğrusu mənfi 6 olmalıdır. Çünki böyütdükcə təzədən kiçildirik ki, eyni şey olsun da. Demək, bizim tərtibimiz olduğu mənfi 6, yəni A variantı. Böyüdürüksə mənfi yazırıq, kiçildiriksə müsbət yazırıq. 35-ci sual. Afərin sözünün hərflər çoxluğu deyir S-dir. Fərid sözünün hərflər çoxluğu H-dırsa, onların birləşməsinin sayını tapın. Birləşmə deyəndə bilirsiniz ki, bütün elementləri bir yerə yığırıq, amma hər elementdən bir dənə yazmaq şərtilə. Yəni afərin sözünü yazdıq, afərin. Burada Fərid sözündəki eyni hərfi yazmaq. Məsələn, F-ni təzədən yazmaq olmaz, çünki F afərin sözündə də var. Ə afərin sözündə də var. R afərin sözündə də var. I afərin sözündə də var. Bir dənə D yoxdur. Ona görə D-nin də birləşdirsə nə olacaq? 1, 2, 3, 4, 5, 6, 7 dənə. A variantı. Növbəti sual. Belə bir dövrü, qarışıq dövrü onluq kəsiri verilib. Deyir, bu ixtisar olunmayan adi kəsiri şəklində yazın və bu kəsirin surətlə məxrəcinin cəmini tapın. Biz də bilirik ki, 0,5 dövrdə 6 belə çevrilir. 90-da 56 çıx 5. Bu da eləyir 90-da 51. Hər ikisini 3'ə bölsək 17 burada olar, 30 burada olar. Gördünüz, ixtisar getmədi dayı. Bu zaman bunların diş surət və məxrəcini topla, yəni 17'nin üstünə 30 gəl. Cavab 47, Y variantı. 37-ci sualda A çıx B-ni verib, 42 çıx A üstə B ifadəsinin qiymətini istəyir bizdən. Uşaqlar, biz burada belə eləyək. 42 dirəmi 4,12. 4,12'yə dəyməyək. Mənfini çıxaraq mörtəzə xaricinə, işarələr dəysində mənfi A olsun, müsbət A, müsbət B olsun, mənfi B. A çıx B də bizdə 2,8'dir. Aparıb yerinə qoysa, olacaq 4,2 çıx 2,8, yəni 1,4 B variantı. 38-ci suala baxırıq uşaqlar. 38'də deyir ki, 40% 30'a bərabər olan ədədi tapın. Ən gözəl yol budur. 40% demir 30. Yazıram 40% 30'dur. Ədəd də 100% olur. 100% 3x-dir. Çarpaz vururam. 30'u vururam 100'ə, bölürəm 40'a. İxtisar aparıram. Deməli, burada qalır 20'yə bölsək 5, burada qalır 2, 30'da 2'yə bölürəm 15, 15'də 5'ə vururam 75 C variantı. 39'da ABC deyir nöqtələri bir düz xətt üzərində verilib. AC çıx BC 8'dir. Bu nə deməkdir? Yəni o deməkdir ki, AC BC-dən 8 vahid böyükdür. Yəni, məsələn də mən
BC-yə x yazsam, gərək AC-yə x üstə 8 yazım. AB-ni istəyir. AB-ni tapmaq üçün də AC-dən BC-ni çıxırıq. Yəni x üstə 8-dən x-i çıxırıq. X-lar gedir. Cavab olur 8. Yəni Y variantı. Əslində şərtdə cavabı verib elə. 40-cı sual. Düzbucaqlının diaqonalları arasında qalan bucaq 50 dərəcədir. Bax, bir dənə düzbucağı çəkirəm. Diaqonallar arasında qalan bucaq. Deyək ki, bu bucaq 50 dərəcədir. Onun diaqonalı ilə böyük tərəf arasında qalan bucağı tapın. Diaqonal ilə böyük tərəf. Uşaqlar, böyük tərəf buradır. Diaqonal da buradır. Bax, bu bucağı istəyir bizdən. Bax, bu bucağı. Bu necə tapacaq? Birinci növbədə biz bilməliyik ki, düzbucaqlının diaqonalları bir-birinə bərabərdir və kəsişəndə yarıya bölünür. Yəni, bunlar da bir-birinə bərabərdir. Biraz böyük çəkin bunu. Deməli. Biraz böyük çəkək şəkli, rahat görə bilək. Baxın, bu bizim düzbucaqlımızdır. Bu bucaq 50 dərəcədirsə, onda bu bucaqla bu bucaq bir-birinə bərabərdir, axı çünki bunlar bir-birinə bərabərdir. 180-dan 50 çıxıb 2-yə bölürəm. Niyə çıxıram 180-dan 50? Çünki 3 bucağın daxili bucaqların cəmi 180-dir və burada bir üst bucaq yaranır. Bu da edir bizdə 65 dərəcə. Deməli, burada 65-dir, burada 65-dir. Və burada mən nə görürəm? Görürəm, burada bir düz bucaqlı 3 bucaq var. Çünki burada 90 dərəcədir axı. Düz bucaqlı 3 bucağın iti bucaqların cəmi 90 dərəcə olduğuna görə bu bucaq istəyir də bayaq bizdən. Onda 90-dan 65 çıxıram, eləyir. Deməli, 35 dərəcə, 35 yox, 25 dərəcə eləyir. Deməli, 25 eləyədiyinə görə cavab olur C variantı. 41-ci suala baxırıq. Deyir, kəsir ixtisar edin. Yuxarıdan 3-ü çıxarıram, mötərizə xaricində qalır A üstə gəl 2. Aşağıda kublar cəmidir də belə açılır. A üstə gəl 2, A kvadrat çıx 2A üstə gəl 4. A üstə 2-lər ixtisara gedir, qalır 3 böl A kvadrat çıx 2A üstə 4. Deməli, A variantı. 42-ci sual sistem tənliyə aid bir sualdır. Bizdən nə istəyir? Deyir, x, y hasilini tapın. Uşaqlar, gəlin belə eləyək. Sistem tənliyi köçürürəm. Burada hər hansı bir dəyişəni yox eləməliyik də. Ona görə mən məsələn deyirəm, x-i yox eləmək istəyirəm. Yuxarını vururam -5-ə, aşağını vururam müsbət 2-yə. Yuxarı olur deməli -10x, -15y və -65. Aşağı olur 10x, 4y və 32. Bunları toplasaq alt-alta, bu x-lar islah olunacaq, qalacaq -11y bərabərdir. -33. Hər tərəfi -11-ə bölsə, y olacaq 3. Y tapıldı. Y aparıb, məsələn, bu y-də yerinə qoyuram. Olur 2x üstə 3 vur 3, 9 bərabərdir 13. Buradan 2x bərabərdir 13 çıx 9, 4, x də olur 2. X da var, y də var. Onların da hasili olacaq 6A variantı. 43-cü sualda deyib tənliyi həll et. Tənliyin 1-2 kvadrat tənliyin əgər cavabı müsbətsə, bunun 2 dənə həqiqi kökü var. Yəni x üstə 4-ü bir dəfə 7-yə, çünki 7-nin kvadratı 49-dur. Bir də -7-nin, bir də -7-yə bərabər eləyirik. Buradan x olur 3, buradan olur -11. Cavab 3 və -11 C variantı. 44-cü sual. Ən kiçik 2 rəqəmli sadə ədədlə. Ən kiçik 2 rəqəmli sadə ədədimiz uşaqlar 11-dir. Ən böyük 2 rəqəmli cüt natural ədədin cəmini tap. Ən böyük 2 rəqəmli cüt natural ədəd də 98-dir. Bunların da cəmini tapsaq eləyəcəyi deməli 109 B variantı. 45-ci suala baxırıq. 45-də deyir ki, aşağıdakılardan hansı x kvadrat çıx 6x çıx 16 çox hədisinin vurğularından biridir? Bunun ən gözəl yoxlanma üsulu nədir uşaqlar? Variantları bir-bir sıfıra bərabərlə və apar x-in yerinə qoy, gör onu da sıfıra bərabər edirmi? Yəni uzun sözün qısası, çox hədlinin vuruğunun sıfırı, yəni kök belə deyək də, çox hədlinin vuruğunu sıfıra çevirən qiymət, çox hədlinin özünü də sıfıra çevirməlidir ki, bu onun vuruğu olsun. Yəni A variantını sıfıra bərabər etsək, məsələn, buradan x 8 olur. Aparıb 8-i burada qoyaq, görək bura 0 eləyirmi? Eləməsə o birisini yoxlayarıq. Olacaq 8-in kvadratı çıx 6 vur 8 çıx 16. Görürəm ki, 8-in kvadratı 64-dür. Çıx 6 və 8-in 48 çıx 16. Bəli, cavab 0, elə A variantı. O birisləri yoxlamıram da. Deməli, x çıx 8 oldu onun vuruğu. Ən gözəl, ən sadə yolu. Növbəti sual. M parametrinin hansı qiymətində deyir? Bu bir hədlin dərəcəsi 13 olar. Bir hədlin dərəcəsi deyəndə hərflərin üstündəki ədədləri toplayırıq.
2 üstə gəl 2m üstə 3'ü toplayıb 13'ə bərabər edirəm. Buradan 5 üstə 2m 13'dür. 2m'i tapmaq üçün 13'dən 5 çıxıram 8. 8'də 2'yə bölürəm 4. Cavab 4 olur. 47-ci sualda belə bir ifadə verilib. Deyir bunu sadələşdir. Bu müxtəsər Roma düsturunda a çıx b-nin kvadratı. Birincinin kvartı, yəni 2 kök 5'in kvartı eləyir 20. Çıx bir-birinin hasilini kimisi, yəni 12 kökdə 5. Üstə gəl ikincinin kvartı, yəni 9. Üstə gəl bu 12 kökdə 5. Mənfi 12 kökdə 5 də müsbət 12 kökdə 5 getdi. Qaldı 20 üstə 9, yəni 29. 48-ci sual. Orta xətti 18, oturacaqlarından biri digərindən 20 vahid böyük olan trapesiyanın böyük oturacağını tapın. Deyək ki, orta xətti 18 deyil. Oturacağının birinə x desək, gələk o birisinə x üstə 20 deyək. Çünki 20 vahid böyük deyir. Biz də orta xəttin düsturunu bilirik ki, orta xətt bərabərdir oturacaqlar cəminin yarısı. Bunu çarpaz vursaq olacaq, deməli 36 bərabərdir 2x üstə 20-yə. Buradan 2x bərabərdir 36-dan 20 çıxıram 16, 16-da 2-yə bölürəm 8. Bizdən də böyük oturacaq istəyir. Böyük oturacaqda x üstə 20-dir, yəni yerinə qoysaq olacaq cavab 28. Belə bir bəsit sual. Növbəti sual 49-cu suala keçdik. Bucaqlarının dərəcə ölçüləri 2/3 nisbətində olan paralleloqramın kiçik bucağının dərəcə ölçüsünü tapın. Biz bilirik ki, paralleloqramın bir tərəfinə bitişik bucaqların cəmi 180-dir və onlar müxtəlif olur da, çünki qarşı bucaqlar bərabər olur. Bunlar da bərabər olmadığına görə mütləq ki, bir tərəfə bitişik bucaqdır. Deyək ki, bura 2x-dir, bura 3x. Onların da cəmi 180 olduğuna görə toplayıb 180-ə bərabər edirik. 5x-imiz olur 180 dərəcə, x də olur 36 dərəcə. Bizdən də kiçik bucaq istəyir. Kiçik bucaqda 2x daxı. 2 ilə vururuq 36 dərəcəyə. Cavab 72 dərəcə olur. 50-ci sual. 3 litr boya ilə 72 kvadrat metr divar rənglənir. Yazıram 3 litr ilə 72 kvadrat metr rənglənir. Deyir 480 kvadrat metrlik divarı rəngləmək üçün neçə litr lazımdır? X litr. Tənasübdə yadda saxlayın. Eyni ölçü vahidi alt-alta yazılmalıdır. Və biz görürük ki, bunlar düz mütənasibdir. Niyə? Çünki nə qədər ki divarın sahəsi böyüdürsə, o qədər də çox boya işlənər də. Onda bunları çarpaz vururuq. Yəni 72-ni x-ə vururuq. 480-ı da 3-ə. X-i tapmaq üçün 480 vur 3-ü bölməliyik 72-yə. İxtisar aparacam uşaqlar. Burada 3 ilə 72-ni aparacam, qalacaq 24. 480 da 24-ə bölünür. 20 litr eləyir. Cavab 20 litr. 51-ci sual. Deyir, A parametrinin hansı qiymətində belə bir modul tənliyi verilib. Deyir, bu tənliyin köklərindən biri bu tənliyin kökü olar. Tənliyin kökü x deməkdir. Gəlin birinci bu aşağıda verilən tənliyi həll edək. A böl x çıx 11 bərabərdir mənfi 2. Bunu çarpaz vursam A bərabər olacaq mənfi 2x üstə 22. Buradan deməli bunu bu tərəf atacam, bunu bu tərəf olacaq 2x bərabərdir 22 çıx A. Hər tərəfi 2-yə bölsəm x bərabər olacaq 11 çıx 0.5 A. Bu oldu tənliyin kökü. Gəlin bu modul tənliyi əldə edək. Modul tənliyi əldə etsək. X çıx 3-ü bir dəfə müsbət 8-ə bərabər eləyəcək, bir dəfə də mənfi 8-ə bərabər eləyəcək. Buradan x alınacaq 11. Buradan x alınacaq mənfi 5. Bu belə. Deməli, belə bir şey alındı. Bu tərəf silirəm indi. Buraları silirəm. Bunu geri silməzdim. Buranı silir. Deməli, biz x-ı 2 dənə tapmışıq. Düzdürmü? Deyir, A parametrinin hansı qiymətində? Bu tənliyin köklərindən biri bu tənliyin də köküdür. Məsələn, deyək ki, 11-i aparaq qoyaq bu x-in yerinə. 11-i qoysa var, olacaq 11 bərabərdir. 11 çıx 0.5 A. Buradan 11-lər islah olacaq. A olacaq 0. Mənfi 5-i qoysaq yerinə. Mənfi 5 bərabərdir. Deməli, 11 çıx 0.5 A. Buradan da mənfi 0.5 A bərabərdir. Mənfi, deməli, neçəyə? Bunu bu tərəfə atsaq mənfi 16-ya. A da bərabərdir. Mənfi 16-nı mənfi 15-ə böləndə eləyəcək 32. 32. İndi hansını götürək uşaqlar? Biz burada x-in 11 olduğunu götürə bilmərik. Niyə? Çünki məxrəc 11 ola bilməz. Axı biz öyrənmişik ki, rasional kəsirin mümkün qiymətlər çoxluğunda məxrəc 0 ola bilməz. Yəni x 11 qoya bilmərik. X 11 ola bilməz. Ona görə x 11 halını araşdırmağa ehtiyac yoxdur. Sadəcə yazdım, sonradan baxdım ki, məxrəc 11 ola bilməz. Deməli, burada A nədir? Mütləq 32 olmalıdır. Belə bir maraqlı, çaşdırıcı sual.
Növbəti suala baxırıq. Deyir, tərəfi 10-a bərabər olan ABCD rombunun təpə nöqtələri bir-birinə xaricdən toxunan kongruent çevrələrin, yəni kongruent bərabər deməkdir. Bərabər çevrələrin mərkəzində yerləşir. Bu çevrələrin uzunluqları cəmini tapın. Tərəfi 10-a bərabər olan romb deyirsə, uşaqlar, onda bu tərəf hamısı 10-dursa, axı bərabər deyib, burada 5 düşür, burada 5 düşür. Hamısı 5-5 imiş onda. Yəni, bizim bir dənə çevrəmizin radiusu 5-dir. Yazıram, radius bərabərdir 5-ə. Və çevrələrin uzunluqları cəmi istəyir. Çevrənin uzunluğu da bilirik ki, 2 pi düsturudur. Yerinə qoysam 2 vur, pi vur, radius da 5-dir, olacaq 10 pi. Və burada 4 dənə çevrə var, ona görə 4-ü də vuracam 10 piyə. Cavab 40 pi eləyəcək. 53-cü sual. Yenə sistem tənliyi verib, deyir, tənliyin sonsuz sayda həlli varsa, A və C parametrlərinin cəmini tapın. Biz bilirik ki, sistemin sonsuz sayda həlli olması üçün A1 bölü A2 bərabərdir B1 bölü B2, o da bərabərdir C1 bölü C2 olmalıdır. A1 burada 4-dür, A2 A-dır. B1 3-dür, B2 12-dir, C1 C-dir, C2 20-dir. Bunu həll edək, birinci bu 4-lüyü həll eləsək, çarpaz vuracaq, ixtisar aparaq sonra. Buradan A olacaq 16. A tapıldı. İndi isə bu 4-lüyü vururam. Yəni 4-də 1 bərabərdir C bölü 20-dən. Çarpaz vursam 4C 20-dir. C də olacaq 5. C də var, A da var. Onların cəmini istəyir. A üstə C bərabərdir 16 üstə gəl 5. Yəni cavab 21 olur. Perimetr 36 tərəfləri 5, 5, 8 nisbətən olan bərabəryanlı üçbucağın kiçik hündürlüyünü tap. Bərabəryanlı üçbucağın yan tərəfləri bərabərdir. Yəni 5, 5-i buraya yazırıq. 5x, 5x. Oturacağı 8x-dir. Perimetr 36-dırsa toplayaq bunları. 18x bərabərdir. 36-dan x olur 2. Deməli, yan tərəflər 10 olur. Oturacaq 16 olur. Hündürlüyünü istəyir. Biz də bilməliyik ki, bərabəryanlı üçbucağın oturacağına çəkilən hündürlük bir də burada kiçik hündürlük deyir. Biz bilməliyik ki, üçbucaqda kiçik tərəfə böyük hündürlük, böyük tərəfə kiçik hündürlük çəkilir. Kiçik hündürlük dediyinə görə ən böyük tərəfə çəkilməlidir, yəni oturacağa. Oturacağa çəkilən hündürlük də həm median, həm tənbələn olduğuna görə tərəfi yarı bölür, yəni 8-in 8-ə. Bu üçbucaqda bir dənə Pifaqor eləyək, bura bir h deyək. Məşhur üstlükdə bu 6, 8, 10, cavab 6-dır. Amma yenə də həllini yazıram. 8-in kvadratı üstə h kvadratı bərabərdir 10-un kvadratına. Burada h kvadrat bərabərdir 100 çıx 64, yəni 36. Hündürlük də bərabər olur 6. Və sonuncu sual. Hər birinin maya dəyəri 120 manat olan 2 dənə eyni məhsuldan 30% qazancla, biri 30% qazancla, digəri 10% ziyanla satılır. İndi baxın, hər biri 120 manatdır. Bu 120, bu 120. Birini 30% qazancla satdımsa, deməli, hər şey 100% olaraq 30% qazanc 130% deməkdir. Yəni, birinci məhsulu vururam 130-a, bölürəm 100-ə. Çünki 30% qazanc deyib. 100-ün üstünə gəldim də. Bu da eləyir, deməli, sıfırları silsək, olacaq 12 vur 13-dən, deməli, 12-ni vursaq 13-ə, olacaq 156 manat. 156 manat. İkincidə isə deyir 10% ziyan. 10% ziyan isə 100-dən 10 çıxıram 90% eləyir. Yəni, ikincinə vururam 90-a, bölürəm 100-ə. Bu da eləyir, deməli, 12 vur 9-dan 108 manat eləyir. Səhv eləmirəmsə. Aha, 108 də bu elədir. İndi bizə nə deyir? Deyir ki, bu iki məhsuldan nə qədər gəlir əldə olunub. Neçə faiz demir, nə qədər gəlir deyir. İndi baxın, 120 bu, 120 də bu. 240 manat bunun maya dəyəri idi, elə bilin ki. Amma mən 156 ilə 108-i toplayım da, çünki bu qədər qazanmışam. 156 üstə 108 eləyir, deməli, 264. 264 manat. Mənim də 240 manat maya dəyərimdir. Deməli, nə qədər gəlirim olub? 264-dən də çıxıram 240 manatı. Cavab eləyir 24 manat gəlir. Bu qədər. Uşaqlar, videoya baxandan sonra videoyu bəyənib, şərh yazmağı unutmayın. Çalışdığım qədər qısa izah elədim. Hər birinizə uğurlar. Belə videoların davamlı olmağını istəyirsinizsə, kanala abunə olub bildirişlər açmağı unutmayın. İnşallah tezlikcə daha çox video gələcək. Və videonu paylaşın ki, çox insanın qarşısına çıxsın və çox insana faydamız dəysin. Sağ olun, hər birinizə uğurlar.